birinci cərgədən geri qalmaqdan çəkin. Namazda ön səhvdən geri qalmaqdan həzər et. Çünki cəzası var. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki: "La yezalu qavmun yetəəxxarun anis-saffil awwali hatta yuakhirahumullah fin-nar." Bir qövm, bir cemaat birinci cərgədən, ilk səhvdən geri qalmaq, gecikməkdə o qədər davam edərlər ki, nəhayət Allah onları cəhənnəmdə gecikdirər. Əbu Səid Əl-Xudri deyir, Allah Resulü sallallahu aleyhi ve sellem sahabələrində biraz gecikmə gördü və dedi ki, onlara irəli gəlin, mənim arxamda durun və sizdən sonra gələnlər dursun sizin arxanızda və sonra deyir ki, "La yezalu qavmun yetəəxxarun hatta yuakhirahumullah." Bir qövm, bir cemaat gecikməkdə davam etsələr, Allah Teala onları gecikdirər. İbn Hüseyin rahimehullah deyir ki, şək yoxdur ki, namazın özünə gecikmək birinci səhvə gecikməkdən daha şiddətlidir. Bir insan birinci səhvə gecikir, ya da ümumiyyətlə namaza gecikir. Və bu əsasən və bununla da o insan ki namaza gecikməyə vərdiş edir və yaxud da hər hansı bir ibadətə gecikməyə vərdiş edirsə, Allah Teala tərəfindən bir cəza olaraq Allah onu bütün xeyir yerlərindən gecikdirər. Əgər insan namaza gecikməyə, ibadətə gecikməyə vərdiş eləyərsə, Allah Teala onu gecikdirər. Allah Teala o insanı cənnətə gecikdirər. Allah Teala onu rəhmətindən gecikdirər və bütün xeyir əməllərdən gecikdirər. Ki insan əgər namaza gecikərsə və yaxud da ibadətə gecikərsə, onu gecikmək, əgər Allah Teala bir insana xeyir qapısı açıbsa, xeyir yolu açıbsa, əgər bu qapı açılıbsa insan istifadə eləməlidir. Səhərlənkar yanaşmalıdır. Yoxsa başqa xeyirlərdən məhrum olacaqdır. Allah tövfiq versin.